Ay sabahlarınız xeyirli olsun, gününüz xeyirli olsun. Bilirsiniz, bu günlərim ayın 10'udur. Mən Qubadayam. Bu arada Quba Qaladayam. Və çox sağ olsunlar bizə göstərdikləri diqqət və qayğı üçün Quba Qalaya təşəkkürümüzü bildiririk. Bugün isə hər birinizi möhtəşəm konsertimizdə gözləyirəm. Məndə mikrofon var, nətər danışım? Hə. Artıq Dəmir Yumruq layihəsinin 3-cü konsertidir. Bu layihə sizin üçün nə ifadə edir? Deməli, mən bir söz deyim. Mən sənətə gəldiyim bir gündən konsertlər vermişəm və heç bir zaman da mən konsertlərimdə bilet satışı etməmişəm. Hər zaman mənim konsertlərimdə açıq qapı olub və mənim tamaşaçım, mənim sevən insanlarımı başıma toplamaq istəmişəm. Çünki onları düşünmüşəm və hər zaman xalqımın içində olmağı bacarmışam. Və onun üçün də bu Dəmir Yumruq konsertimdə də belə mən yenə də tamaşaçımı, yenə də məni sevən insanları düşündüm və Azərbaycanda yeganə müğənniyəm ki, konserti verirəm, yeganə müğənniyəm ki, xalq konsertimə bu qədər kütlə toplanır, yeganə müğənniyəm ki, tamaşaçı sevgisi heç vaxt mənim üzərimdən çəkilmir, hər zaman sevilirəm. Bu dəfə yolunuz Qubaya düşüb. Quba tamaşaçısına nə demək istərdiniz? Quba tamaşaçısına demək istəyirəm ki, bizim qarşıda hələ bir neçə konsertlərimiz var və onun içində Gəncə var, Mingəçevir var, Lənkəran var və baxmayaraq ki, konsertlərimi eşidən, bilən bütün rayonlar hamısı deyir bizim rayona gəl, bizim rayona gəl. Mən düşünürəm ki, Qubada izdiham daha da çox olacaq. Bax, Quba tamaşaçısından bunu gözləyirəm. Rəqsən xanım, ilk konsertdən bugünə qədər tamaşaçı sevgisində hansı dəyişiklikləri hiss etmisiniz? İlk konsertimdən bugünə? Bəli, bu Dəmir Yumruq layihəsində. Bilirsiniz, mən nəyi hiss etmişəm? Yaş həddi, bilirsiniz nətər, mənim bildiyim, düşünürdüm ki, məni daha orta təbəqənin insanlar məni çox istəyər. Amma təsəvvür edirsiniz ki, 70-80 yaşında belə bizim analarımız, nənələrimiz mənə dəstəyə gəlmişdilər bu sevgini hiss etmək üçün. Məsələn, indi yeni yetmələrimiz var da, bizim yeni körpələrimiz, yeni cavan təbəqənin pokoleniyası deyək. Yəni, orada mən dəhşətə gəldim. Məsələn, Camal da mənə deyirdi ki, mən düşünmürdüm də, yəni o uşaqlar sizin mahnılarınızı belə əzbərdən oxuyurlar. Yəni ki, bilirsiniz, bu sevginin qarşısında mən çox acizəm. Ona görə də mən bütün xalqıma, bütün tamaşaçıma, bütün məni sevənlərə minnətdaram. Nə deyim, Allah onları qorusun, Allah onlardan razı olsun. Nə yaxşı ki, onların sevgisi var. Məni yaşadan da elə budur. Rəqsən xanım, bu konsertlər zamanı, bu sevgi dediniz, sizə ən çox təsir edən tamaşaçı reaksiyası sevgi olub, yoxsa başqa bir şey? Mən demək olar ki, bu tamaşaçı sevginə çox ac qalmışdım. İnanırsınız, çox darıxmışdım, çox ac qalmışdım. Bilirsiniz ki, mən illərdir Azərbaycanda yox idim, Rusiyada yaşayırdım və bu sevgini görəndə dedim, ay Allah, mən nə qədər darıxmışam bu sevgi üçün, nə qədər darıxmışam bu istilik, bu mehribanlıq üçün. Yəni, ac idim da onların sevgisinə. Elə bir ki, siz inanırsınız, mən konsertdə o qədər dolub ağlamaq istəyirdim ki, onu da ağlaya da bilmirdim, özümü onu göstərə bilmirdim. Aha, tamam, belə deyə. Bu sevgini bilirsiniz də artıq çox insanlar görür və görməyənlər də görmək istəyir. Qarşıda bu layihə ilə bağlı hansı şəhərləri getməyi planlaşdırırıq? Bu haqlarda da deyərdiniz. Deməli, bizim qarşıda əslində mən bütün bölgələrə, bütün rayonlarımıza, bütün şəhərlərimizə təşəkkür eləyirəm. Yəni, belə silsilə konsertləri biz başlayandan demək olar ki, bütün rayonlar hamısı bizə təklif edirlər ki, bizim də bölgəyə gəlin, bizim də rayona gəlin. Bilirsiniz, Dünya TV-nin hazırladığı bir layihədir və burada bilirsiniz, Gəncəyə gəlirik, Mingəçevirə gəlirik, Lənkərana gəlirik, sürprizlərlə. Və Şəmkir var, Goranboy var. Hələ ki, bu qədər. Bir də sürpriz var ki, inşallah Allahın izni ilə hamı orada olmaq istəyir. Mən hamıdan çox istəyirəm və onun da adını açıqlamıram, çünki hələ tarixlərimiz bəlli deyil. Rəqsənə xanım, sonda sizi sevən hər kəsə və bugün Qubada sizi gözləyən tamaşaçılara nə demək istəyirsiniz? Onu demək istəyirəm ki, yanımda olun.
Sizin hamınızı gözləyirəm.